Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Avropa oyunları barədə bütün məqamları təfərrüatı ilə sizlərə çatdırmağa davam edirik. Ümid edirik ki, Avropa oyunlarının bugünkü buraxılışı da ürəyinizcə olacaq. İlk dəfə olaraq Azərbaycanda keçiriləcək 1-ci Avropa oyunlarına hazırlıq sürətlə davam etdirilir. Oyunların keçiriləcəyi arenalarda da son tamamlama işləri görülür. Belələrindən biri də Bakı Kristal zalıdır. ...2012-ci ildə ölkəmizdə Avroviziya mahnı müsabiqəsinin keçirilməsi üçün inşa edilən Kristal zalda bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulurdu. İndi isə bu kompleksdən Avropa oyunları zamanında istifadə ediləcək. Dənizin kənarında olan və fərqli dizayn ilə diqqəti üzərinə çəkən Bakı Kristal zalında Avropanın müxtəlif ölkələrindən gəlmiş boks, qılınc oynadan voleybolçular, eyni zamanda karate və taekvondoçular güclərini sınayacaqlar. Hal-hazırda Kristal zal 3 hissəyə ayrılıb. Burada hər bir hissədə 1 və yaxud 2 idman növü üzrə yarışlar keçiriləcək. Bizim işlərimiz yekunlaşmaq üzrədir. Gələn həftə sınaq oyunlarının keçirilməsinə hazırlaşırıq. Oyunlar zamanı burada 3000-ə yaxın işçi işləyəcək. 5 idman növü üzrə yarışların keçiriləcəyi arenada keçirilən yarışın növündən asılı olaraq tamaşaçı sayı 2000-dən 4000-ə qədər çata biləcək. Bunun üçün isə artıq arenadakı bütün oturacaqlar hazırdır. Arenada yaradılmış 1-ci zalda voleybol, İkincidə isə boks yarışları təşkil olunacaq. Üçüncü zalda isə karate, taekvondo və qılınc oynatma yarışları keçiriləcək. Arenada yaradılan zalları bir-birindən xüsusi akustik divar ayırır. Avropa oyunları zamanı Kristal zal 19500-dən artıq tamaşaçı qəbul edəcək. Voleybol yarışlarında gündəlik 4000, boksda 2000, karate və taekvondoda 1500, qılınc oynatmada isə 1000 azarkeşin iştirakı nəzərdə tutulub. Bakı Kristal zalda atletlər 16 gün ərzində mübarizə aparacaqlar. ...146 ölkədə mənim dövlətimi göstərəcəklər. Avropa oyunlarla bağlı mən çağırış eləmək istəyirəm. Bakı 2015-in ilk rəsmi tərəfdaşı olan Procter & Gamble şirkətinin lotereya kampaniyası barədə sizi məlumatlandıracağıq. Bu iş həmkarım Ruzana Ömərova icra edəcək. Buyurun Ruzana, söz sizindir. Təşəkkürlər Ceyhun, hər vaxtınız xeyirli olsun hörmətli tamaşaçılar. Yəqin ki, ölkəmizdə Ariel, Fairy, Pampers, Head & Shoulders, Pantene Private, Gillette kimi məhsulları tanımayan tapılmaz. Məhz bu məşhur brendlərin istehsalçısı olan Procter & Gamble şirkəti Bakı 2015 Avropa oyunlarının ilk tərəfdaşı elan olmuşdur. Aprel ayında isə Procter & Gamble bu tərəfdaşlıq altında analarımıza həsr olunmuş Anam üçün kampaniyasına start verdi. Daha öncə şirkət buna oxşar kampaniyanı Olimp oyunları zamanı London və Soçidə keçirmişdi. Bu kampaniyada məqsəd bütün analara bizi böyütdüklərinə görə və bizim uğurlarımızdakı roluna görə təşəkkür etməkdir. Anam üçün kampaniyası çərçivəsində çoxdandır haqqında bəhs etdiyimiz sürprizlərimiz davam edir. Belə ki, Procter & Gamble şirkəti yeni Anam üçün video kampaniyasına start verdi. Siz də bu kampaniyaya qoşulun, ananıza təşəkkür edin və xoş anlar yaşadın. Bunun üçün anamüçün.az saytına daxil olun, Anam üçün hədiyyə bölməsinə keçin, oradakı təlimatlara riayət etməklə ananıza təşəkkür videosu çəkin
çəkin və onun üçün Procter & Gamble hədiyyə seçin. Procter & Gamble isə bu təşəkkür videosunu hədiyyə ilə birlikdə analara təqdim etsin. Gəlin birlikdə video kampaniya üçün çəkilmiş çarxı birlikdə izləyək. İlk kinoya sən məni apardın, ilk video kaseti sən mənə aldın və mənim ilk filmi sən mənə göstərdin. Daim bütün qərarlarımda məni dəstəklədiyin üçün, mənə ən yaxın rəfiqəm olduğun üçün çox sağ ol. Ana, iş yarışımda uduzanda sən mənə dəstək olmasaydın, bəlkə idmana atardım. Bütün uğurlarımı sənə borcluyam. Mənim gözəl, zərif, utancaq, şirin anam. Hər uğurumu, hər sevincimi sənin qayğına borcluyam. Çox şükür yanımdasan. Sənin məni sevdiyin qədər mən heç vaxt səni sevə bilmərəm. Çünki anaların sevgisi daha böyük və daha təmənnasızdır. Ən çətin döyüşlərimdə mənə ən böyük dəstəyi sən verdin, ana. Bütün qalibiyyətlərimi sənə borcluyam. Çox sağ ol hər şeyə görə, uşaqlıqda mənə verdiyin hər şeyə görə və indi verdiyin dəstəyə görə səni sevirəm ana. Sənin inamın sayəsində həm təhsildə, həm idmanda böyük uğurlar qazandım. Səni sevirəm anam. Həyatımın mənası, yaşamımın mənası, uğurlarımın səbəbkarı. Bugünə qədər yadımdadır ki, necə birinci dəfə efirə çıxanda çox təcrübəsiz olduğuma görə efirdən sonra hər kəsdən məsləhət alırdım. Amma evə gəldiyimdə sənin mənə verdiyin məsləhət bugünə qədər uğurlarımın səbəbi olub. Əziz ana, hər dəfə məni qucaqlayanda dünyanın gücünü mənə verirsən. Bax, həmin güc sayəsində mən 20 min, 30 min azarkeşə qələbə xəbərimizi çatdırıram. Yaxşı ki, varsan. Ana, səni çox istəyirəm. Anam üçün. Anam üçün. Anam üçün. Anam üçün. Sən də anana təşəkkür etmək üçün anamüçün.az veb saytına daxil ol. Anan üçün təşəkkür videosu çək və hədiyyə seç. Biz də bu videonu və hədiyyəni analara təqdim edək. Anam üçün o hər şeyin yaxşısına layiqdir. Anam üçün kampaniyası ilə bərabər olaraq lotereya kampaniyamızda keçirilir. İndi sizə lotereya kampaniyamız haqqında məlumat vermək istərdim. Lotereya kampaniyasına qoşulmaqla siz ananız üçün və ya özünüz üçün bir sıra hədiyyələr qazana bilərsiniz. Hədiyyələrə paltar yuyan və qab yuyan maşınlar, bir sıra mətbəx əşyaları qazanmaq üçün, almaq üçün 100 manatlıq hədiyyə kuponları, ən əsası isə Bakı 2015-in açılış mərasiminə və bağlanış mərasiminə 2 nəfərlik VIP və standart biletlər, əlavə olaraq Bakı 2015 Avropa oyunlarını izləmək üçün minlərlə 2 nəfərlik biletlər və bir sıra başqa hədiyyələr daxildir. Gördüyünüz kimi hədiyyələrimizin sayı olduq qədər çoxdur. Olur ki, siz də qoşulun. Qeyd edim ki, lotereya aprelin 1-i başlayıb və iyun ayının 13-nə qədər davam edəcək. Bu vaxt ərzində hər iki həftədən bir lotereyanın nəticələrini, bax elə bu verilişdə canlı elan olunacaq. İlk 2 lotereyamız keçirilib, artıq qaliblərimiz də müəyyən olunub. Bugün isə lotereyamızın 3-cü mərhələsinin qaliblərini birazdan elan edəcəyik. Əgər hələ lotereyaya qoşulmamısınızsa, o zaman tələsin. İyun ayının 13-nə qədər daha 3 lotereya çəkimimiz olacaq. Lotereyaya qoşulmaqsa olduq qədər sadədir. İstənilən Procter & Gamble məhsulunu alırsınız. Məhsulun üzərindəki barkodu, yəni ştrik kodu 2030 nömrəsinə göndərirsiniz və beləliklə siz lotereyada iştirak etmək hüququ qazanırsınız. Və bu SMS-lər bütün mobil operatorlardan göndərə bilərsiniz və bu SMS-lər tamamilə pulsuzdur. Yəni göndərilən hər SMS-ə görə sizin balansınızdan hər hansı bir məbləğ silinməyəcək. Bu qədər sadə. SMS göndərilən kimi sizin dərhal lotereyada uğurlu qeydiyyatınız haqqında sizə SMS gəlir. Lotereya ilə bağlı bir sualınız və ya çətinliyiniz yaranarsa, o zaman pulsuz qaynar xətt daim qulluğunuzdadır. Pulsuz qaynar xəttin nömrəsi 088 440 0000. Əlavə məlumatlar və ya qaliblərin siyahısı üçün isə 3w.anamüçün.az saytına daxil ola bilərsiniz və bu saytdan da əlavə məlumatlar əldə edə bilərsiniz. Aprel ayının 19-undan bugünə qədər lotereya qatılanlar arasında qaliblər birazdan verilişdə canlı olaraq seçiləcək. Lotereya haqqında isə qısa reklam çarxımız var. Daha sonra isə həmkarım Ceyhun Rızayev sizə Avropa oyunları haqqında bir-birindən maraqlı sujetlər təqdim edəcək. Bizimlə qalın. Procter & Gamble məhsullar almaqla indi ailələr daha çox sevinə biləcək.
Procter & Gamble məhsul alın. Üzərindəki barkodu 2030-a SMS olaraq göndərin və sürpriz hədiyyələr qazanmaq. Ən əsası isə Bakı 2015-in açılışını tribunadan canlı izləmə şansını əldə edin. Procter & Gamble, Bakı 2015-in rəsmi tərəfdaşı. Avropa oyunlarında ən çox yerli azarkeş toplayacaq komandalarımızdan biri də sözsüz ki, voleybol yığmamızdır. Xüsusilə hər zaman dolu tribuna qarşısında oynayan voleybolçu xanımlarımız doğma meydanda əli boş qalmağı düşünmək belə istəmir. Azərbaycanda voleybolun tarixi olsa da, xüsusən 90-cı illərin əvvəllərində əksər idmançılar ölkəni tərk etdiyindən susqunluq yaranmışdı. 1997-ci ildə Milli Olimpiya Komitəsinə sədr seçilən İlham Əliyev tanınmış azərbaycanlı mütəxəssis və idmançıların vətənə qayıtmasında böyük rol oynadı. Təklif alanlardan biri də o zaman Türkiyə yığmasının baş məşqçisi vəzifəsində çalışan Faiq Qarayev idi. Qarayevin dönüşü ilə idmançılar da qayıtdı və Azərreyl az sonra top komandalar kubokunu qazandı. O zamandan yaxşıya doğru çox şey dəyişib. İlk növbədə bu idman növünə yanaşmada mentalitet səddi böyük ölçüdə aradan qalxıb. Millimizə öz klublarımızdan güclü azərbaycanlı xanımlar qoşulur. Sözün düzü, voleybol idman növünü özüm seçmişəm. Yəni evdəkilər məni məcbur aparmayıblar. Mən evdəkiləri məcbur eləmişəm ki, məni aparın. Onlar da sizə deyim, yəni sırazu razılaşdılar. Həm bəlkə idmançı ailəsində anadan olduğum üçün bizim bir mentalitet biraz, idmanlar biraz bilməm niyəsə, bilməm qızlara pis baxırlar. Amma mənim valideynlərim razılaşdı. Основном ata tərəfdən qızlar kompleks olur ki, ay atam icazə vermir ya nəsə. Amma yox, indiyənə kimi mənlə bərabər sevinirlər də evdə oturub baxıyorlar. Vicdanla da kövrəlirlər, göz yaşları da olur. Hətta o dərəcədə, yəni mən meydanda oynuyorlar, onlar evdə həyəcanlı. Atamın deyərdim, yəni təkidi ilə, atamın istəyi ilə mən voleybol oynamağa başladım. Düzdür, öz istəyim də olub. Əlbəttə, öz istəyim olmasa, hər halda mən indi bu yığmada oynamazdım. Öz istəyim də olub, amma atamın daha çox rolu böyük olubdur. Çünki uşaqlıqda mən həmişə onunla həyətdə voleybol oynayardım. Hər gün demək olar. Və İndi də hətta yəni deyərdim ki, bütün oyunlarıma atam gəlir, izləyir. Mən nə qədər desəm də ki, gəlməsin, yenə də gəlir, izləyir. Yəni məni çox dəstəkləyir. Ailə üzvlərim, ailəmizin bütün üzvləri məni dəstəkləyirlər. Valideynlərinin doğru qərarının nəticəsi olaraq ölkənin ən güclü komandasına qədər yüksələn bu xanımları və onların yoldaşlarını 2 qat ağır sınaq gözləyir. Bu sınaq evdəki heç bir turnirə bənzəməyən, həyəcanı anladılması çətin olan Avropa oyunlarıdır. Böyük bir bayram ki, birinci Avropa oyunları məhz Azərbaycanda keçirilir. Bacardığımız qədər, voleybol adından danışıram, bacardığımız qədər tamaşaçıları sevindirəcəyik. Çünki birincisi öz vətənimizdə, öz meydanımızda oynayırıq. Bu çox böyük bir köməkdir. Həm azərkeşlər bizimdir, həm vətəndə oynamaq tam başqa bir hissdir. Bu çox sevindirici bir haldır, həm ölkəmiz üçün, həm biz idmançılar üçün. Ölkəmiz üçün ona görə ki, düşünürəm, yəni xarici vətəndaşların çoxluq təşkil edəcək bu oyunlar ərəfəsində ölkəmizdə. Onlar da hər halda bu son illər ərzində, qısa müddət ərzində ölkəmizin inkişaf etdiyinin şahidi olacaqlar hər baxımdan. Biz idmançılar üçün də ona görə yəni yaxşıdır ki, bizə bu oyunlar daha da yəni stimul verir, bizim daha da həvəsləndirir və daha da özümüzü yaxşı göstərmək üçün, yaxşı çıxış etmək üçün bizi daha da həvəsləndirir bu oyunlar və üstəlik də doğma tamaşaçılar qarşısında çıxış etmək hər bir idmançıya düşünürəm, inam və güvənç hissini verir.
Avropa oyunlarını Avropa Voleybol Konfederasiyasının 2015-ci ilin yanvar ayı üçün açıqladığı reytingdə həm kişilər, həm də qadınlar arasında ən güclü 12 komanda gələcək. Yarışlar bir gün qadınlar, o biri gün isə kişilər olmaqla iyunun 13-dən 28-nə dək davam edəcək. Bakı Kristal zalında 6000 tamaşaçı eyni anda yarışları izləyə biləcək. Komandamızın üzvləri də həmin tamaşaçı kütləsinin Azərbaycana dəstək verməsini arzulayır. Birinci və Azərbaycanda olduğu çox böyük bir bayramdır. Hamısı uşaqlarını yığsın, gəlsinlər. Final oyunlarında da gəlib bizi azərkeşdə etsinlər, adi oyunlarda da hamısını gözləyirik. Bilet alsınlar, hamısı bilet alsın. Əlbəttə gəlsinlər bizim oyunlara, dəstəkləsinlər bizi. Çünki onların dəstəklərinə həqiqətən də ehtiyacımız var. Dediyim kimi, yəni idmançının özündən çox şey asılıdırsa, bunun çox hissəsi də yəni tamaşaçıdan asılıdır, doğma tamaşaçıdan. Onların bizi gəlib dəstəkləməsi bizə stimul verəcək, əminəm buna. Ona görə də onları çağırıram, gəlsinlər, bizi dəstəkləsinlər. Rəqiblər nə qədər güclü olsa da Faiq Qarayevin rəhbərlik etdiyi yığma hədəflərini dəyişməyib. Voleybolçu xanımlar Avropa oyunlarını kürsüdə başa vurmağa çalışacaq. ...146 ölkədə mənim dövlətimi göstərəcəklər. Avropa oyunlarla bağlı mən çağırış eləmək istəyirəm. İndi isə keçirik lotereya oyununun ən həyəcanlı məqamına. Qaliblər müəyyənləşəcək. Buyurun Ruzana, tamaşaçıları çox intiharda saxlamayaq. Bir daha təşəkkürlər Ceyhun. Artıq qalibləri seçməyin vaxtı gəlib çatdı. Bugünə qədər lotereyaya 100 mindən çox qatılım olub. İndi söz verək Cenk bəyə, lotereyamızın qaydaları haqqında bizə məlumat versin. Hər vaxtınız xeyir Cenk bəy. Teşekkür ederim. Öncelikle programdan kısaca bahsetmek isterim. Sizlerin 20-30-60 olduğu SMS'lere bir şifre üretir. Bu şifre sayesinde program online olarak kazananları rastgele bir şekilde belirler. Birazdan galipleri belirleyeceğim. Herkese bol şans dilerim. Təşəkkürlər Cenk bəy. İndi isə studiyamıza keçən həftənin paltar yuyan maşınının qalibini dəvət edirik. Hər vaxtınız xeyirli olsun. Sizi təbrik edirik. Siz bizdən bu gözəl paltar yuyan maşını qazanmışsınız. Zəhmət olmasa özünüzü təqdim edin və fikirlərinizi alın. Acalıq Pərvin. Pərvin deyəsən biraz həyəcanlısınız. Sizi təbrik edirik. Siz bizdən paltar yuyan qazanmışsınız və sizə əməkdaşlarımız verilişdən sonra bu paltar yuyanı təqdim edəcək. Sizin də ala. Biz isə Təşəkkür edirik. Təşəkkürlər. İndi isə biz keçək hər kəsin həyəcanla gözlədiyi lotereya. Cenk bəy, lotereyamıza başlayaq. Artıq hər kəs həyəcanlıdır. İlk öncə elə bax bu paltar yuyan maşınımız oynanılacaq. Qeyd edim ki, bax bu paltar yuyan maşından biri hər lotereya çəkimizdə bir ədəd oynanılır. 5 ədəd paltar yuyanımız 5 həftə ərzində oynanılacaq. Hər həftə isə bir paltar yuyan maşın verəcək. Artıq qalibimiz bəlli oldu. Həmin şəxsi təbrik edirik. 055 430 03 axırki rəqəmini demirik. Həmin qalibimizi səmimi qəlbdən təbrik edirik. Sizin əməkdaşlarımız əlaqə saxlayacaqlar. Siz bizdən bu gözəl paltar yuyanı qazandınız. İndi isə keçək qab yuyan maşının qalibinə. Qab yuyan maşınımız isə lotereyada bir dənə, hər həftə ərzində bir dənə oynanılır. Növbəti lotereyamız may ayının 31-i keçiriləcək. Beləliklə qalibimizin artıq seçiləcək. Birazdan hər kəs kimi mən də həyəcanlıyam. Artıq qalibimiz bəlli oldu. Həmin şəxsi də təbrik edirik. Onun nömrəsi 050 368 80. Sizi təbrik edirsənmi qəlbdən? Siz bizdən bu gözəl paltar yuyan maşını qazandınız. İndi isə keçək bir sıra 100 manatlıq hədiyyə kuponu qazanan sahibə isə o bizdən 100 manatlıq hədiyyə kuponu qazanacaq ki, bu hədiyyə kuponundan özünə bir sıra mətbəx əşyaları ala biləcək və hədiyyə kuponunun da qalibləri artıq yavaş-yavaş bəlli olur. Mən də həyəcanlanıram. Görək, həmin 10 şəxsi təbrik edirik. Siz bizdən 100 manatlıq hədiyyə kuponu qazandınız. Bu həftə lotereyamızda keçirik növbəti lotereyamızın qalibini seçməyə. Bu bizdən Bakı 2015-in açılış mərasiminə 2 nəfərlik VIP bilet qazanacaq. Qeyd edim ki, bu VIP bileti qazanan şəxslər mərasiminə çatdırılması təşkil olunacaq. Həmçinin açılış zamanı o stadionun ən gözəl yerindən mərasimi izləyə biləcək. Həmin qalibimiz də bəlli oldu. Siz də səmimi qəlbdən təbrik edirik. Siz bizdən Bakı 2015-in açılış mərasiminə bilet qazandınız. İndi isə keçək Bakı 2015-in açılış mərasiminə 2 nəfərlik bilet qazanan
standart bilet qazanan 20 nəfər qalibimizi seçməyə xatırladım ki, nəticələr anam3.az saytına da əldə edə bilərsiniz. Avropa oyunlarının açılış mərasimini canlı izləmə şansı qazananları ürəkdən təbrik edirik. Görək bu sizdə axır bu qaliblərimiz də bəlli oldu. Həmin qalibləri də təbrik edirik. Sizin hər birinizlə əməkdaşlarımız əlaqə saxlayacaqlar və hardan biletləri əldə edəcəyiniz barədə sizə məlumat verəcəklər. İndi isə keçək Avropa oyunlarının müxtəlif yarışlarını izləməyə. 250 nəfər üçün 2 nəfərlik bilet oynanılacaq. Qeyd edim ki, biletləri bir həftə ərzində götürmək lazımdır. Qaliblərə hara gəlmək barədə məlumat SMS-i gələcək. Görək bu həftə 250 qalibimiz kimlərdir? Həmin qaliblərin hər birini səmimi qəlbdən təbrik edirik. Növbə gəlib çatdı, bir-birindən dəyərli suvenirləri seçməyə. Nəticələr verilişdən dərhal sonra anam3.az saytına yüklənəcək. Qalib olduğunuza əmin olmaq üçün sayta daxil olub xüsusi bölmədə yoxlaya bilərsiniz. Həmçinin bu qaliblərə mesaj göndəriləcək. Əlavə suallarınız yaranarsa o zaman qaynar xətt sizə qulluğunuzdadır. Qeyd edim ki, lotereya 6 həftə keçirilir. İlk 2 həftəmizin qalibləri artıq bəlli olub. Bu 3-cü həftədə 3-cü mərhələmizin qalibləri də keçirildi. 4-cü mərhələmiz isə may ayının 31 olacaq. İyun ayının 14-ü isə bizim 6-cı və sonuncu mərhələmizdir. Əziz tamaşaçılarımız, qaliblərimizin hər birini səmimi qəlbdən təbrik edirik. Əgər siz də hələ lotereyada iştirak etmirsinizsə üzülməyə dəyməz. Çünki hələ qarşıda daha 3 həftəmiz var. Siz də istənilən Procter & Gamble məhsulunu alın, məhsulun üzərindəki barkodu, yəni ştrix kodu 2030 nömrəsinə göndərin və lotereyada iştirak etmə şansı, hüququnu qazanın. Nə bilmək olar, bəlkə elə növbəti həftənin qalibləri arasında sizin də adınız oldu. Xırdalandan bizi izləyən tamaşaçılarımız varsa onların diqqətinə bir elanı çatdırım. Bugün Procter & Gamble öz məhsullarının yarmarkasını keçirir. Yarmarka saat 19:00-dək Xırdalanda Təzə Bazardakı Araz Marketdə baş tutacaq. Siz Procter & Gamble məhsullarından alış-veriş edərək 1 kilo yarımlıq Ariel hədiyyə qazana bilərsiniz. Analar alış-veriş etdikdən sonra onlar üçün nəzərdə tutulmuş zonada əyləşərək dincələr, uşaqlar isə valideynlərdə alış-veriş edərkən yarmarkada uşaqlar üçün ayrılmış xüsusi zonada əylənə bilərlər. Hamınızı Procter & Gamble-ın yarmarkasına dəvət edirik. Yadınızdan çıxmasın ha, bugün saat 19:00-dək Xırdalan şəhəri Təzə Bazar Araz Marketdə sizi gözləyirik. Ətraflı məlumat üçün isə qaynar xətt daim qulluğunuzdadır. Qaynar xəttimizin bir daha nömrəsini xatırladım. 088 440 0000. Bütün qaliblərimizi təbrik edirəm. İndi sözü verəcəm həmkarım Ceyhuna. Ceyhun isə sizə bir-birinə maraqlı sujetlər təqdim eləməyə davam edir. İlk Avropa oyunlarının ulduz səfirləri də həvəslə təbliğat işini davam etdirirlər. Bakıdan kənarda, yəni Mingəçevirdə keçiriləcək avar çəkmə yarışları da bu baxımdan çox maraqlı olacaq. Avar çəkmə idman növünün təbliğat elçisi sevilən müğənnimiz Röya Ayxandır. Azərbaycanda hər bir yerində maşınlar, bayraqlar qışqırışsınlar. Ay, necə xoşbəxtəm. Çox sevinirəm. Sadəcə Röya. O ifası, enerjisi, emosionallığı, özünə məxsusluğu və populyarlığı ilə ön sıradadır. On minlərlə pərəstişkarının qəlbinə məhz gözəl səsi, çılğınlığı və ərköyünlüyü ilə yol tapan müğənnimiz eyni zamanda ilk Avropa oyunları hazırlıqlarının ən fəal təbliğatçılarındandır. Avropa oyunlarla bağlı mən çağırış eləmək istəyirəm. Mən istəyirəm Bakını sevən, Azərbaycanı sevən, Xəzəri sevən, yəni insanlar, Azərbaycanlılar hamısı idmançılarımıza dəstək olsun. Pop Ulduza görə Bakı 2015 beynəlxalq arenada ölkə təqdimatı baxımından da çox mühüm rol oynayır. Ən çox sevindirən nə oldu ki, bütün orada ən az mən bilən 146 ölkədə mənim dövlətimi göstərəcəklər. Azərbaycanın nə qədər balaca bir müddətdə, nə qədər gözəl bir şəraitdə olmağını göstərəcəklər. Sonra Azərbaycanın kürəyə əyilməyən oğlanlarını göstərəcəklər, idmançılarını. Düşünürəm ki, özdə biz yaxşı uğurlar əldə eləyəcəyik. Ölkəmizdə keçiriləcək tarixi yarışları səbirsizliklə gözləyən Röya həm də avar çəkmə üzrə səfirdir. Mən heç ağlıma gəlməzdi ki, bu oyunların səfiri olaram. Çünki nə bilim, ağlıma gəlmirdi. Amma seçildiyimə görə çox sevindim və düşünürəm ki,
heç də 12 səfirdən arxaya qalmamışam və ən öndə gedənlərdənəm bəlkə də. Bakıdan kənarda keçiriləcək yeganə idman növü olan avar çəkmənin ulduz elçisi seçilməsi populyar müğənni üçün maraqlı sürpriz olub. Bu səfir seçilərkən zərf çıxdı və birdən-birə orada bir həyəcan yaşandı, maraqlı anlar idi həqiqətən. Hətta Çünki hamı mənə deyirdi ki, sən Mingəçevirə düşəcəksən. Mən dedim, yox, düşməyəcəm. Elə bir acıqcan deyəsən məni də axırda sardılar. qəsdən saldılar deyəsən səni ora. Dedilər, gəlin göstərərik sənə. Amma mən getdim avar çəkməyə, Mingəçevirə getdim. Tanış oldum o sahə ilə. Mən istədim ki, o da valla daha çətin idman növüdür. Sənətçi beləcə təbliğ edəcəyi avar çəkmənin sirlərinə də müəyyən qədər yiyələnib. Bunda ona federasiya rəsmiləri yardımçı olub. Elçi müəllimlə getdi, hər şeylə məni tanış etdilər. Ambarları, harda yatıb dururlar, harda idman, harda üzürlər. Bir idman üçün də uğur gətirməsi üçün ona şərait yaratmalıdır. Ki o, məsəl üçün, soyuqda buz kimi yerdə avar çəkmədə oğlanlar soyuqda, buzun üstü əlbəttə ki, xəstələnəcək, valideyni deyinəcək, nəsə. Amma onlar üçün ayrıca şərait yaradılıb, otaqları var və çox maraqlı orada aparatlardır. Məşqçi özü düzəldib də. Elə bir ki, su yoxdur da, amma velosiped kimi bir şey düzəldiblər. O əli ilə onu düzəldirdi, surəti eləmək, nə bilim. Mən çətin sənətdir o. Avar çəkmə yarışlarının keçiriləcəyi günlər isə Röya üçün 2 qat bayram olacaq. İyunun 14, 15, 16-sı avar çəkmənin artıq startı verilir. Bəli, yarışları keçiriləcək. Mən də oradayam, baxmaraq ki 14 ad günümdür. Təbrik edirik əvvəlcə. Sağ olun, 33 yaşımı orada keçirəcəm idmançılarımızla. Çox xoşbəxtəm, lazım gəlsə əlbəttə ki tədbir də yəqin olacaq. Xalq konserti kimi Bakı 2015-ə həsr edilmiş musiqilərlə də onları sevindirərik. Avropa oyunlarının təbliğatı yönündə səylə çalışan Röya öz təşəbbüsü ilə tarixdə ilk dəfə yaşanacaq hadisəyə həsr olunmuş mahnı da ərsəyə gətirib. Mən hal-hazırda mahnı ifa etmişəm də Avropa oyunlarına bağlı. Bakı 2015 biraz ondan ifa edə bilərəm. Zəhmət olmasa. Orada yeri var, mən oranı çox sevirəm, deyir, mənim əyilməyən millətim var, tariximdə Babəkim var, qələbəyə son günlər var, qələbəyə son günlər var. Yəni qələbə bizim olacaq deyə bir şey yoxdur, qələbəyə son gün var, bitdi. Yəni bundan demək istəmişəm ki idmançılara, yəni olacaq deyə bir şey olmayacaq, olmalıdır. Mənim əyilməyən millətim var, tariximdə Babəkim var, qələbəyə son günlər var. Beləcə, tamaşaçılar, verilişimiz burada başa çatır. Bir həftə sonra yenidən görüşmək ümidi ilə hələlik. Procter & Gamble məhsullar almaqla indi ailələr daha çox sevinə biləcək. Procter & Gamble məhsul alın, üzərindəki barkodu 20-30-a SMS olaraq göndərin və sürpriz hədiyyələr qazanmaq. Ən əsası isə Bakı 2015-in açılışını tribunadan canlı izləmə şansını əldə edin. Procter & Gamble, Bakı 2015-in rəsmi tərəfdaşı.